Bu misalda bizə funksiyanın qiymətlər çoxluğunu tapmağımızı istəyir. Biz birinci A-nın işarəsini təyin etməliyik. Deməli, y bərabərdir, ümumi düsturu yazaq. Ax kvadratı üstəgəlsin bx üstəgəlsin c. Burada x kvadratının qarşısındakı əmsal bizə A-nı verirdi. Baxaq, deməli bizim A-mız 2-dir və müsbətdir. A böyükdür 0. A-nın 0 olduğu halda qiymətlər çoxluğu bizə y qiymətlər çoxluğu bərabərdir. Y 0 təpə nöqtəsindən n müsbət sonsuzluğa qədər. Y 0-ı da elə n ilə işarə edirdik biz yadınızdadırsa. Deməli, müsbət sonsuzluğa qədər. İndi y 0 və yaxud da n bərabərdir. Düsturların yazaq. Mənfi d bölünsün 4a düsturu. Diskriminant. Deməli, diskriminantın da düsturunu yerinə yazsaq. B kvadratı çıxılsın 4ac bölünsün 4a. Gəlin hesablayaq. Y 0 n bərabərdir. B-nin kvadratı. B burada mənfi 12'dir. Mənfi 12'nin kvadratı elə müsbət 144 çıxılsın 4 vurulsun A-nın qiyməti 2 vurulsun C-nin də qiyməti 32'dir. Bölünsün 4'a. 4 vurulsun A-nın da dedik ki 2 idi. Bərabərdir. 144 çıxılsın 4'ü 2'yə vuranda 8. 8'də 32'yə vuranda 256. Bölünsün 8'ə. Deməli, 144-dən 256 çıxanda mənfi 112 edir. O mənfi ilə də bu mənfi bir-birini müsbətə çevirir. Elə 112 bölünsün 8, cavab 14. Deməli, bizim qiymətlər çoxluğumuzun düsturu nə idi? N 14 və müsbət sonsuzluq. Cavab D bəndi.